Bəli, mövzunu davam etdiririk. Əfqanistan Müdafiə Nazirliyi Pakistanda əməliyyatın başa çatdığını açıqlayıb. Hazırda iki ölkə arasında atəşkəs bərqərar olunsa da beynəlxalq ekspertlər gərginliyin mütəmadi olaraq davam edəcəyini qeyd edirlər. Əfqanistanın davamlı olaraq dezinformasiya yayması və tərkibində olan müxtəlif qruplaşmalara nəzarət etməməsi də bu faktı gücləndirir. Mövzunu isə politoloq İlyas Hüseynovla birlikdə müzakirə edəcəyik. Salam İlyas müəllim. Eşidirsinizmi bizi? Bəli, yaxşı eşidirəm. Hər vaxtınız xeyir bir daha. İlyas müəllim, ümumiyyətlə, indi hal-hazırda son məlumatlara görə tərəflər arasında atəşkəs elan olunub. Ümumiyyətlə, bu atəşkəs rejimi davamlı olacaqmı, yoxsa münaqişə tam olaraq başa çatmayıb elə? Çox sağ olun suala görə. Ümumiyyətlə, bu mövzunun müzakirə edilməsi çox önəmlidir, aktualdır. Çünki Asiya regionunda baş verən proseslər, münaqişələr, həllini gözləyən problemlər çox saylıdır. Onlardan biri də Əfqanistan-Pakistan sərhədində baş verən hadisələrdir, atışmadır və onların səbəblərini aydınlaşdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, 2400 kilometr boyunca Əfqanistan-Pakistan sərhədi vardır və bu sərhədlərə nəzarət etmək çətindir. Eyni zamanda müxtəlif terror qruplaşmaları, müxtəlif radikal dəstələr, eləcə də hər iki dövlətin ərazi bütövlüyünə təhdid yaradacaq ünsürlər daim fəaliyyətdədirlər və bu sistematik xarakter daşıyır. Çünki biz konfliktlərin ötən dövrünə nəzər salanda deyə bilərik ki, 2007, 2011, 2024-cü il boyunca bütünlükdə elə bu ildə bu cür atışmalar olmuşdur. Lakin hər zaman Pakistan tərəfi daha güclü hərbi iradə göstərir. Artilleriya, tanklar, dronlar, qırıcılar vasitəsilə öz suverenliyini və təhlükəsizliyini qoruyur. Digər tərəfdən də əfqanların nə qədər döyüşkən olması hər kəsə məlumdur. Ona görə də hesab edirəm ki, burada məsələni kökündən həll etmək üçün vasitəçiliyə ehtiyac vardır. Ötən dövr ərzində Çinin vasitəçiliyi də xüsusilə diqqət çəkir və hər iki ölkədə səfirliyin açılması və eləcə də hər iki dövlət sərhədində müxtəlif sızmaların, keçidlərin baş verməsi üçün hər iki tərəfin məsuliyyətli olmasına dair rəsmi Pekin çağırış etmişdir və belə görünür ki, bu götürülən məsuliyyət və vədlər riayət olunmur. Digər tərəfdən qardaş Pakistan nüvə dövlətidir. Bəzi ehtimallara görə onların nüvə başlıqlarının sayı 60-dan 170-ə qədər dəyişir. Bu da çox güclü mövqe formalaşdırır İslamabad üçün. Lakin hazırda həm də Əfqanistan ərazisində olan bəzi qrupların hazırlıq keçməsi və xüsusilə bu sərhəd mövqelərində yeni mövqelərə yiyələnmək məqsədi ilə təlim məşq toplanışlarının keçirilməsi faktı da vardır. Bu da Təhrir-i-Təliban qruplaşmasıdır və bu cür proseslər baş verir. Pakistan buna cavab verir və eyni zamanda hazırki baş verən eskalasiyada hər iki tərəfin də həm itkiləri, həm müharibə zamanı itkiləri və eləcə də yeni mövqelərə yiyələnməklə bağlı ziddiyyətli məlumatlar vardır və hər iki tərəf də burada daha böyük uğur qazandığını ifadə edir. Amma şübhəsiz ki, məsələnin kökündən həlli üçün diplomatik raundlar keçirilməli və sərhəd zolağının etibarlı mühafizəsi üçün tədbirlər həyata keçirilməlidir və digər tərəfdən maraqlıdır ki, Əfqanistan və Pakistan eskalasiyası zamanı həm də Pakistanın Hindistanla olan sərhəd bölgəsində də döyüş hazırlığı yüksək həddə çatdırılmışdı. Yəni burada dövlətin ümumi diqqətinin Əfqanistana yönəlməsi həm də Hindistan üçün bir avantaj formalaşdırır. Bu fürsətdən də istifadə edib Pakistan-Hindistan çatışması baş verə bilər. Yəni region çox ciddiyyətlidir, qalıcı problemlər çoxdur. Su hövzələrindən tutmuş,
təhlükəsizlik problemlərinə qədər, nəqliyyat axınlarına qədər. Çünki Əfqanistanın özünün ərazisindən həm də ciddi nəqliyyat yollarının keçdiyini nəzərə alaraq bu coğrafiya üzərində də böyük maraqlar vardır. Amma məlumdur ki, Pakistan tərəfi həm də Talibanın hakimiyyətə gəldiyindən sonra bu hazırki dövrü qəbul etmişdir, əməkdaşlığın qurulması üçün də niyyət ifadə olunmuşdur. Lakin belə görünür ki, müxtəlif qruplara nəzarət etmək Əfqanistan daxilində də müəyyən çətinliklərə yol aça bilər. Ona görə də burada güclü, dövlət ağlı, siyasi iradə və prinsipial mövqe önəmlidir. Hesab edirəm ki, sonuncu... Soruşmaq istəyirdim mən sizdən. Bir məsələndə soruşmaq istəyirdim. İndi siz qeyd etdiniz əslində tərəflər arasında itkilər, gərginlik və s. Hazırda ümumiyyətlə güc kimin tərəfindədir? Yəni hazırki vəziyyəti necə dəyərləndirmək olar bu istiqamətdə? Əlbəttə, çox güclü nizamlı orduya malik Pakistandır. Pakistan üstünlüyü vardır. Hindistan gərginliyində də biz Pakistanın uğur qazandığını gördük. Amma burada Əfqanistanın qeyri-sabit davranışları və eləcə də davamlı olaraq sərhəddə müxtəlif hücumların təşkil olunması da onu deməyə əsas verir ki, burada siyasi danışıqlara böyük ehtiyac vardır. Yəni, qızışdırıcı qüvvələr ola bilər. Burada öz maraqlarını təmin edərək yeni bir böyük müharibə axtarışında olan qüvvələr ola bilər. Çünki əvvəlki dövrlərdə bunu yaxın şərq bölgəsində və ya digər ərazilərdə həyata keçirirdilərsə, indi ola bilsin ki, şərqə doğru gərginlik oxunun artması müşahidə olunur və konflikt formalaşdırmaq istəyən siyasi laboratoriyalar və müxtəlif siyasi texnoloqlar bu plan üzərində işləyə bilərlər. Ona görə də hər iki müsəlman dövlətinin güclü siyasi təfəkkür və iradə ilə bu məsələnin altına əlini qoyması önəmlidir. Və burada vasitəçilik də xüsusi diqqət çəkir. Mən Çinin vasitəçiliyini qeyd etdim, amma buna qədər olan eskalasiyalarda Amerika Birləşmiş Ştatlarında vasitəçilik olmuşdur. Bugün Misirdə sülh sammiti gedir Qəzza problematikası ilə bağlı. Hesab edirəm ki, qarşıdakı dövrdə Amerika Birləşmiş Ştatlarının məhz elə Taliban və Pakistan nümayəndələri ilə danışıqlar keçirməsi və sərhəd zolağınlarının etibarlı qorunması və insidentlərin baş verməməsi üçün də danışıqlar treki formalaşdırıla bilər. Əsas məsələ əldə olunan razılıqlara riayət etməkdir. Yəni, müxtəlif dövrlərdə bütün konfliktlər, bütün münaqişələr müəyyən razılıqlarla bitib, amma onların davamlılığı olmayıb. Yəni, sülhün, təhlükəsizliyin davamlılığı önəmlidir və eləcə də kənar geosiyasi mərkəzlərin burada daxili işlərə qarışmamaq ilə bağlı dövlətlərin xüsusi mövqeyi olmalıdır. Çünki hansısa dövlətlər asılıdır, geopolitik qərarlıqdadır və müxtəlif coğrafiyalar üzərində də bu dominantlıq hər zaman fikir ayrıcalıqlarını getirib çıxarır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Qeyd edim ki, biz politoloq İlyas Hüseynovla Əfqanistan-Pakistan münasibətlərini müzakirə etdik.